Bir neçə gündür sosial medianı zəbt edən bu görüntüləri yəqin ki, izləməyən yoxdur. Əslində bu vəziyyət nə ilk, nə də sondur. Çünki saxta yollarla taksi fəaliyyətilə məşğul olanların sayı olduqca çoxdur. Maraqlıdır. Bəs belə sürücülər taksi şirkətinə saxta yollarla necə qoşulurlar? Onlara qarşı hansı tədbirlər görülür? Sifariş edilən və ünvana gələn taksilərin, eləcə də onları idarə edən sürücülərin fərqli olması ilə bağlı AYNA tərəfindən taksi sifarişi operatorları ilə görüşlər keçirilir və onlara bu kimi halların qarşısını almaq üçün proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılır. Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın 141 çağrı mərkəzi və sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur. Bəzi taksi sifarişi operatorları təhlükəsizliyi artırmaq, sürücü saxtakarlığının qarşısını almaq üçün mütəmadi monitorinqlər aparır. Belə ki, sürücülərin kimliyi müxtəlif üsullarla yoxlanılır. Hər hansı problemi aşkarlanan intizamsız sürücülərin fəaliyyəti dərhal dayandırılır. 14 gündə təsadüfi halda 2-3 dəfə sürücüyə application'a, onun tətbiqinə məlumat gəlir və tələb olunur ki, orada selfie çəkilsin. Yalnız yoxlanandan sonra və görünür ki, o həqiqətən həmin sürücüdür. Ondan sonra aktivləşir onun akkauntu. Avtomobilin yoxlamasını tətbiq etmişik. Telefona gəlir məlumat ki, avtomobil şəkilləri çəkilməlidir və ondan sonra yoxlanışdan sonra yalnız sürücü davam edə bilər işləməyə. Əgər aşkarlansa ki, burada uyğunluq yoxdur, bu yoxlanılır bir daha və ondan sonra bloklanır. Qeyri-qanuni taksi fəaliyyətilə məşğul olan sürücülərin aşkarlanması üçün polis əməkdaşları da mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirirlər. Qanunvericiliyə görə belə hal aşkarlanarsa sürücü cərimələnir və daşıyıcı şirkətə məlumat verilir. Həmin sürücü barəsində Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 324.2-ci maddəsinə əsasən buraxılış kartı olmadan taksi mini avtomobili ilə sərnişin daşımalarına görə 50 manat məbləğində cərimə nəzərdə tutulub. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs tərəfindən inzibati tənbih vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən yenə də müəyyən müddətdən sonra hansı ki müvafiq olaraq buraxılış kartı əldə etmədiyi üçün eyni qaydada bayaq qeyd etdiyim kimi İnzibat Xətalar Məcəlləsinin 324.2-ci maddəsindən təkrarən inzibati məsuliyyətə cəlb edilə bilər. Ekspertlərin fikrincə sözü gedən məsələnin qısa müddət ərzində tamamilə aradan qaldırılması mümkün deyil, amma nəzarətin daha da sərtləşdirilməsi vacibdir. Bugünkü gün üçün Bakı şəhərində taksi fəaliyyəti təxminən 30-40% legaldır. Yerdə qalan 60-70% ərədə qeyri-legaldır və bu qeyri-legallığı aradan qaldırmaq üçün dövlətdə addımlar atılmalıdır. Xüsusən qanunvericiliyi kobud surətdə pozan, təhlükəsizliyə daha ciddi belə təhdidlər yaradan, yəni ümumiyyətlə qanunu heçə sayan subyektlər barəsində daha ciddi tədbirlər görülməlidir. Bundan başqa, taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyən şəxslər işə qəbul zamanı mütləq tibbi müayinədən keçməlidirlər. Hətta qanunvericiliyə əsasən daşıyıcılar sürücülərin reys qabağı tibbi müayinədən keçməsini də təmin etməlidirlər. Lakin baş verən hadisələr onu deməyə əsas verir ki, bu sahədə hələ də müəyyən boşluqlar var.